Milli İncəsənət Muzeyində təqdim olunan ənənə və müasirliyin vəhdəti ilə seçilən Zamanın qanadlarında Vüqar Əli adlı ekspozisiya əməkdar rəssam Vüqar Əlinin daxili dünyasından xəbər verir. Sərgidə rəssamın emosiyalarını, enerjisini və gözləntilərini tamaşaçıya ötürən 40-a yaxın əsəri nümayiş olunur. Sərginin konsepsiyası rəssamın yaradıcılığına ümumi baxış üzərində qurulub. Sərginin formatı tam fərqlidir. Yəni, burada təkcə rəsm əsərləri yox, həm də kitab təqdimatıdır. Kitab sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın 7 ildir artıq, yəni Zamanın qanadlarında adlı monoqrafik kitabıdır. Yəni ki, kitab təbii ki, mənə həsr olunur. Zamanın qanadlarında, niyə zamanın qanadlarında? Çünki o araşdırma apararkən yaradıcılığın boyu müxtəlif mərhələlər, müxtəlif səpkilər olduğundan müəyyən dövrləri əhatə eləyib. Müəllifin yaradıcılığında əsas mövzulardan biri olan və milli nağıl motivlərindən qaynaqlanan nar qızı, nargilə və nar pərisi obrazları fərdi estetik yozumda təqdim edilir. Tədbir çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Sevil Kərimovanın müəllifi olduğu Zamanın qanadlarında Vüqar Əli monoqrafiyası da təqdim edildi. Kitabda rəssamın həyat yolu, yaradıcılıq mərhələləri və estetik baxışları elmi əsaslarla təhlil olunur. Kitabın ideyası pandemiyadan əvvəl 2019-cu ildə yaranmışdı. Biz onda bir fakültədə bərabər çalışırıq Vüqar müəllimlə və onun ümumiyyətlə yəni yaradıcılığı, tələbələrə yanaşması sözsüz ki, bunlar ilhamlandırırdı məni də bir sənətşünas kimi, özümü də bir pedaqoq kimi. Çox maraqlı obrazlar var Vüqar Əlinin ki, burada onun həm həndəsi fiqurları, həm nargilə obrazı sərgidə də xüsusi yeri tutur. Zamanın qanadlarında Vüqar Əli sərgisi ilə tanış olmaq istəyənlər aprelin 15-nə qədər Milli İncəsənət Muzeyini ziyarət edə bilərlər. Fəridə İsmailova, Fariz Şıxalizadə, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.